Herkese selam, yeni bir derse hoş gelmişsiniz. Bugün size söz önler mövzusunun davamı olarak söz önlərinin qısa formasını izah edirəm. Yönlük və təsirlik hallarını tələb edən söz önlərinin bəziləri müəyyən artikl ilə birləşir və qısa formada olur. Məsələn, dativ yönlük halını tələb edən in sözünü plus dem. İnlə dem birləşərək olur im. An plus dem birləşərək olur am. Bay plus dem birləşərək olur baym. Fon plus dem birləşərək olur fon. Zu plus dem birləşərək olur zum. Zu plus der birləşərək olur zu. Akusativ təsirlik halında in plus das birləşərək olur ins. An plus das birləşərək olur ans. Auf plus das birləşərək olur aufs. Plus das birləşərək olur ums. Für plus das birləşərək olur fürs. Durch plus das olur dus. Yəni bu nə deməkdir? Adətən A1 səviyyəsində tələbələr çətinlik çəkməsin deyə artikllar geniş formada verilir. Amma A2-dən sonra artıq artiklların qısa formasından istifadə olunur. Yəni gəl nümunələrə baxaq. Mən parkdayım. Biz alman dilində demək istəyiriksə deyirdik ki ich bin in dem park. Amma artıq dediyim kimi A2 səviyyəsi və yuxarı olduqda biz bunun qısa formasını öyrənirik. Deyirik ki, ich bin im park. Mən parkdayım. Yəni inlə demin birləşərək oldu im. Və yaxud o sahildədir. Sie ist an dem Strand. Belə deyil. Deyirik ki, sie ist am Strand. Yəni anla dem birləşdi oldu am. Və yaxud biz həkimdəyik. Wir sind bei dem Arzt deyil. Deyirik ki, wir sind beim Arzt. Mən bazarlıqdan gəlirəm. Ich komme von dem Einkaufen deyil. Deyirik ki, ich komme vom Einkaufen. Biz həkimə gedirik. Wir gehen zu dem Arzt deyil. Wir gehen zum Arzt. O işe gelir. Er fährt zu der Arbeit değil. Deyirik ki er fährt zur Arbeit. O çarpayıya uzanır. Sie legt sich auf das Bett değil. Sie legt sich aufs Bett. Təsirlik halında mən hər yay dənizə gedirəm. Deyirik ki ich gehe jeden Sommer an das Meer. Değil, deyirik ki ich gehe jeden Sommer ans Meer. Mən hər yay dənizə gedirəm. Və yaxud o yataq otağına gedir. Er geht in das Schlafzimmer. Değil, deyirik ki er geht ins Schlafzimmer. O yataq otağına gedir. Bəli, əziz tələbələr, sadəcə siz bu artiklların qısa formasını əzbərləməlisiniz. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.